Uğursuz olmaq, yoxsa ətrafımızdakı insanların tənqidləri bizi ən çox nə qorxudur? Bugün sizi dünya kinosunun ən rəngli, amma eyni zamanda ən daxili tragediyaları ilə dolu bir hekayəsinə aparıram. The Greatest Showman. Hekayəmiz Taylor Barnum adlı kasıb bir dərzi oğlunun travması ilə başlayır. O uşaqkən sadəcə acılıqla yox, varlı təbəqənin soyuq baxışları ilə də mübarizə aparır. Çünki yaşadıkları dövrdə insana yox, sadəcə onun puluna dəyər verilirdi. Əslində o dövrdən indiki dövrə çox da bir şey dəyişməyib. Sevdiyi qızın atası tərəfindən şillələnən, ayaqqabısı cırıq, küçələrdə ac qalan bir uşaq. Bax, Taylor Barnum buydu. Həyatında heç nə yolunda getməyən bu adam artıq böyümüşdü. Ailəsi və 2 uşağı ilə birlikdə çox çətinliklə tapdığı işindən də çıxarılmışdı. Ancaq onun cibində pulu olmasa da, içində heç bir divarın həbs edə bilməyəcəyi bir vizyonu var idi. İnsanlara xəyal satmaq. Yaxşı, bəs hər şeyini itirmiş, işdən qovulmuş bir adam heç nəyə yoxkən necə ayağa qalxar? Barnum banka aldadaraq götürdüyü kreditdə köhnə bir bina alır və ora mum fiqurlar qoyur. Nəticə gözlənilən kimi olur. Tam bir uğursuzluq. İnsanlar cansız, saxta şeylərə baxmaq istəmirlər. Bax, ilk qırılma nöqtəsi də məhz buradadır. Barnum başa düşür ki, dünyaya cansız fiqurlar yox, yaşayan hekayələr lazımdır. Və o cəmiyyətin eybəcər, uğursuz, fərqli deyib zirzəmilərə, qaranlıq otaqlara qapatdığı insanları axtarmağa başlayır. Gəlin o xarakterlərin içinə baxaq. Məsələn, saqqallı qadın. Yox, bu Eurovisiondakı Conchita deyil. Bu, saqqallı qadın Letty Lutzdur. Öz anasının belə ondan utandığı, cəmiyyətin içinə çıxmağa qorxan, özünü bir heyvan kimi hiss edən bir qadın. Və yaxud da cırtdan Charles, insanların ona gülməsindən bezdiyi üçün artıq evə qapanan bir gənc. Evdən çıxmayan, həyatını evində davam etdirən bir gənc. Barnum onların yanına gedəndə nə deyir bilirsiniz? Sənə gülürlər, gəl sənə elə bir kostyum geyindirək, elə bir general edək ki, sənə gülə bilməsinlər, sənə heyran olsunlar. Barnum doğrudan da insanların nəyə heyran olduğunu çox yaxşı bilirdi. Barnum bu insanlara sadəcə iş vermir. O, bu insanlara mən də varam, mən də insanam deməyə cəsarət verirdi. Filmi izləyərkən izləyici olaraq sən ekranda sadəcə bir sirk görmürsən. Sən orada illərlə gizlədilən, bastırılan duyğuların, travmaların azadlığa qovuşmasını da görürsən. Film əslində özümüzü absurd formada bizə göstərir. Sən bir izləyici olaraq oradakı bütün xarakterlərlə empatiya qura bilirsən. Çünki hər birimizin içində cəmiyyətin bəyənmədiyi, gizlətməyə çalışdığımız bəzi fərqliliklərimiz və qüsurlarımız var. Amma senari burada bitmir. Hekayə daha da dərinləşir. Barnum böyük bir uğur qazanır. Zəngin olur. Ən başından bəri istədiyi o var dövlətə, o evə, o malikanələrə çatır. Amma onun içindəki o uşaqlıq travması, o kasıb, aşağılanan uşaq hələ də içəridə qışqırır. Məni varlılar da qəbul etməlidir. Bax, bundan sonra Barnumun çöküşü başlayır. O, elit təbəqəyə yaranmaq üçün onu bugünə gətirən real dostlarını, sirk komandasını sarayların qapısında qoyur. Onlardan utanmağa başlayır. Opera müğənnisi Jenny Lindin arxasınca qaçır. Güc və varlı təbəqə onun gözünü o qədər kör edir ki, hətta 2 uşaq və yoldaşını o xəyalını qurduğu ən çətin günlərdən yanında olan ailəsini belə unudur. Və zamanı gəlir. Kainat ona ən böyük dərs verir. Jenny Lind onu tərk edir. Tənqidçilər onu rüsva edir. Və ən pisi, hər şeyin başladığı o yer, hər şeyi qazandığı o möhtəşəm sirk, o imperiya bir gecədə yanıb kül olur. Hər şeyini itirir. Ailəsini, pulunu, dostlarını. Tamamilə sıfıra inir. Həyatındakı hər şey yanıb itir. O artıq sadəcə küllərin içində oturan bir adam olur. Tanış gəlir, həyatda hər şey yaxşı gedərkən bir anda hər şeyin alt-üst olması. Bax, filmin bizə vurduğu ən böyük şillə buradadır. Barnum hər şeyini itirəndə o saray adamları, o varlılar haradaydı? Heç biri yox idi. Onun yanına kimlər gəlir? Yenə o sahib çıxdığı, kənarlaşdırılmış, dışlanmış insanlar. İnsan yıxıla bilər, müflis ola bilər, səhv edə bilər. Amma əgər içindəki o qığılcımı söndürməyibsə, binaların yanması heç nəyi dəyişmir. Barnum binalar tikə bilmirsə, nə edə bilər? Ucuz bir çadır alır və şounu limanda çadırın içində yenidən başladır. Çünki şou binanın içində deyil, şou məhz onların, insanın ruhundadır. Bu film mənə bir şey öyrətdi. Mükəmməl binaları, böyük kameraları, milyonluq bütçələri gözləmək sadəcə qorxaqlıq üçün bir bəhanədir. Əgər vizyonun varsa, bir çadırda da şou qura bilərsən. Son olaraq filmi bəyəndim. İnsana motivasiya verən bu film mənə də çox böyük önəm kəsb edəcək səviyyədə bir motivasiya verdi. Sizə önərirəm ki, mütləq gününüzün bir hissəsini ayırıb bu filmə baxın. Filmə olan görüşümü sizə qısa formada danışdım.
Ümid edirəm ki, bəyəndiniz. Filmə verdiyim xal isə 10 üzərindən 7.9-dur. Və bu videonun sonuna gələrkən, bura qədər məni dinləyən sizlərə kiçik bir sir açmaq istəyirəm. Mənim bu kanala, yəni Kommentalqa yüklədiyim ilk videodur. Bəli, mən də aylarla avadanlığım yoxdur, mənə bəyənməzlər, alınmaz, izlənməz deyə öz çadırımı qurmağa təxirə salırdım. Amma bu film mənə dedi ki, heç kim fərqli olmadan fərq yarada bilməz. Mən bugün ilk addımımı atdım və öz şoumu başlatdım. İndi sənə sual verirəm. Sənin içində gizlətdiyin, bacarmaram deyə qorxub ertələdiyin o daxili şou nədir? Nədən qorxursan? Bu video sənin üçün bir işarədir. Şərhlərdə öz hekayəni, öz qorxularını yaz, birlikdə şərh edək, birlikdə həllini tapaq. Və bu yeni başlayan şouda yerini almaq üçün sən də kanala abunə olmağı unutma. Kommentoloq təqdim etdi. Şou başlayır.